Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bəhsimiz Qurani-Kərimdə misallarla bağlı idi. Bugünkü bəhsimizdə, bugünkü dərsimizdə mübarək İbrahim surəsinin 24-cü ayəsində Allah Taala'nın bizim üçün vurduğu, çəkdiyi bir misalla bağlı danışacağıq. Allah Subhanahu Taala Quran-Kərimdə İbrahim surəsinin 24-cü ayəsində pak kəlməni yaxud pak əqidəni, pak inancı, pak bir, təmiz bir, səmərəsi çox olan bir ağaca bənzədir. Meyvəsi çox olan, bərəkəti çox olan bir ağaca bənzədir. Allah Taala bu cür buyurur. Bismillahirrahmanirrahim. Ələm tərə keyfə zaraballahu məsələn kəlimətən tayyibə kəşəcərətin tayyibə asluha sabitun və fəruha fissəmə tu'ti ukuləhə kullə hinin biizni rabbihə və yadribullahul əmthələ linnəs ləalləhum yətəzəkkərun. Sadaqallahul aliyyul azim. Allah bu mübarək ayədə əziz Peyğəmbərimizə buyurur: Allahın necə məsəl çəkdiyini görmədinmi? Pak və xoş söz, kökü yerdə möhkəm, budaqları göydə olan gözəl bir ağaca bənzəyir, gözəl bir ağac kimidir. O ağac, o pak ağac Allahın izni ilə, Rəbbinin izni ilə meyvəsini hər zaman, hər vaxt verir. Allah insanlar üçün məsələlər çəkir ki, bəlkə düşünüb ibrət alsınlar. Yaxşı, bu pak söz nə deməkdir? Ayədə kəlimətən tayyibə, kəşəcərətin tayyibə. Pak bir söz, pak bir ağac kimidir, ağaca bənzəyir. Təbii ki, müfəssirlərin zehnin məşğul eləyib bu söz, bu ayə və müxtəlif nəzərlər var. Bildiyimiz kimi, Qurani-Kərim və biz keçən bəhslərimizdə də dedik, Qurani-Kərim hidayət kitabıdır və bu hidayət kitabında Uca Rəbbimiz müxtəlif üslublardan istifadə eləyib ki, bizləri düzgün yola, doğru yola hidayət etsin, ta biz başa düşüb Quranda təfəkkür edək. Və həmçinin bu ayədə də Allah Taala bir misal çəkir və bəzi müfəssirlərin sözünə əsasən burada kinayədir, yəni həqiqi məna deyil. Necə ki, biz bugün danışanda, öz ana dilimizdə danışanda bəzən sözləri öz həqiqi mənasında işlədirik, bəzən də sözləri öz məcazi mənalarında işlədirik. Burada da kəlimətən tayyibə bəzi müfəssirlərin nəzərinə əsasən müxtəlif fikirlər var. Sabit əqidədən, sabit inancdan söhbət gedir. İnsanın əqidəsindən, insanın təvhidindən, inancından söhbət gedir. Bu nəzəriyyənin sahibi mərhum Muhammed Hüseyn Təbatəbai təfsiri Mizan əsərinin həqiqətən Əl-Haqq vəl-İnsaf Əhl-Beyt məktəbində çox böyük bir əsərdir. Quran-Kərimə yazılan təfsirdir. Həqiqətən ayələri gözəl şəkildə Əllamə Allah rəhmət eləsin danışdırıb və bu ayənin təfsirində buyurur ki, həmən bu pak kəlimə, kəlimətun tayyibə, pak kəlimə insanın haqq və sabit olan əqidəsidir. İnsanın əqidəsi, insanın inancı əgər sabit olsa, möhkəm olsa, sanki o insan bir kökü yerə möhkəm bərkidilmiş və gözəl fayda alan, səmərələri çox olan, meyvəsi çox olan, xeyri bərəkəti insanlara çox olan bir ağacın misalındadır. Həqiqətən əqidəli insan, həqiqi mömin, Əhl-i Beytin yolunda gedən mömin, Qur'anla, Əhl-i Beytlə, ilahi kəlamlarla, ilahi qanunlarla həyatın quran, yaşayan bir mömin, inanclı insan bərəkətli olar. İnsanın sözü bərəkətli olar, insanın fikri bərəkətli olar, ailəsi bərəkətli olar, özü bərəkətli olar. Bir sözlə həm dünyası, həm axirəti bərəkətlə dolu olar.
Əllamə Təbəttəbai buyurur ki, La ilahə illallah və tohid kəlməsidir bu kəlmə. Bilirsiniz, İslamda La ilahə illallah zikrindən dahi bir zikir yoxdur. La ilahə illallah zikri, yəni tohid zikri, Allahdan başqa bir Allah yoxdur. La ilahə illallah zikri insanın Allah inancının ən müqəddəs dahi bir zikri və şuarı hesab olunur. La ilahə illallah yəni insan Allahdan başqa bir Allah yoxdur. Yəni tohid. Ona görə oxuyanlar bilərlər. Usul-i-dinlə furu-i-din inancı var bizdə. Yəni usul-i-din dinin əsasları hesab olunur, furu-i-din dinin hissələri hesab olunur. Əgər usul-i-dinimiz möhkəm olsa, əgər o dinin əsasları, inanc tərəfimiz möhkəm olsa, Allah təkdir, şəriki yoxdur, Peyğəmbər inancı, axirət inancı, imamət inancı möhkəm olsa insanda, insanın əməlləri də o möhkəm inancın, o möhkəm binövrənin üstündə qurulacaq və səmərəli olacaq, faydası olacaq. Ona görə buyururlar ki, La ilahə illallah bir şuardır ki, insanlar dillərində deyirlər, amma təəssüflər olsun, bəzi müsəlmanlar dildə deyirlər La ilahə illallah, yəni Allahdan başqa bir Allah yoxdur. Amma bəzən olur, La ilahə illa pul, La ilahə illa qadın, La ilahə illa vəzifə, La ilahə illa nə bilim, başqa-başqa dünya malı, şöhrət, şan və s. və s. Yəni insan bunu demir, insan bunu dilinə gətirmir, deyir Allahdan başqa Allah yoxdur. Amma insanın əməlinə baxanda görürsən ki, həqiqətən bunun üçün əsas Allah yox, bunun üçün əsas puldur, bunun üçün əsas vəzifədir, bunun üçün əsas şən şöhrətdir və s. və s. Yaxşı, bu əqidəyə sabit olan insanların bəzi xüsusiyyətləri var, ayədə zikr olunur. Yəni, pak bir əqidəyə sahib olan insan ayədə buyurdu ki, dedi ki, o pak bir, səmərəsi çox olan bir ağaca bənzəyir. Quran bu cür misal vurur. Yaxşı, bu cür insanın hansı xüsusiyyətləri var? Hansı xüsusiyyətləri biz ayədə öyrənə bilirik? Biri bundan ibarətdir ki, bu cür insanın səmərəsi, faydası cəmiyyətə davamlıdır, müvəqqəti deyildir, bir zamana aid deyildir. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, tu'ti ukulaha. Hər zaman bu öz səmərəsini davamlı olaraq neynir? Davamlı olaraq verir. Mömin insan həqiqətən bir zaman hər şey yaxşı idi, məsid filan, nə bilim, ətrafında möminlər, insanlar, iş, güc, hər şey qaydasındaydı. Bu da namaza gəlirdi, ibadət eləyirdi, nə bilim, oruç tuturdu və s. və s. işlər görürdü dinçin. Amma bir zaman bunun bir maddi sıxıntısı oldu. Bunu biraz Allah imtihan elədi, bu biraz çətinliyə düşdü və yavaş-yavaş neynədi? Yavaş-yavaş dindən uzaqlaşdı və cəmiyyətdə də belə insanları görə bilərsiniz. Və ki, bu insanların binövrəsi o La ilahə illallah əqidəsində problem var idi ki, və bunun da əməlləri müvəqqəti oldu və başa çatdı. Allah hidayət versin. İkinci, bu insanların səmərəsi bundan ibarətdir ki, bunların imanı çox möhkəmdir. Quran deyir bu ayədə, Əsluha sabitun, bu ağacın kökü sabitdir. O inanclı insanın kökü sabitdir. İnsanın əqidəsi möhkəm olsa, insanın əməlləri də səmərəli olacaq. Allah üçün olacaq. Allaha xatir olacaq. Həqiqətən qürbətən ilə Allah olacaq. Ona görə bir söz var, əqidədə buyururlar ki, əqidəsi sabit olansın, əqidəsi möhkəm olan insansın, daima cəhənnəm əzabı yoxdur. Ola bilsin, əməlləri zay olsun, əməllərində müxtəlif problem olsun, mümkündür namazında, orucunda və s. Və mümkündür də cəhənnəm odunda bir qədər qalsın, cəzalansın, sonra Allah çıxardıb gətirəcək. Əhl-i beytin şəfaati ilə, Peyğəmbərin şəfaati ilə və s. öz rəhməti ilə gətirib Allah cənnətə salacaq. Amma çətin budur ki, insanın əqidəsində problem olsun. İnsanın əqidəsində problem olsa, əməlləri nə qədər də gözəl olsa, əməlləri Allaha görə olmayacaq, riya olacaq və
riya da oldu, artıq şirk olur, şirk də oldu, artıq işlər çətinləşir. Üçüncü faydası budur ki, bu insanların fər'u hafiz səma, onların faydaları çox yayılar. Onların sədaları çox uzaqdan gələr. Görərsən, insan bir haqq söz danışar, bir gözəl söz deyər, nə olar? Allah bərəkət verər. Görərsən, 1 manat Allah yolunda pul xəydiyər, o pulla çoxlu insanlar fayda aparar. Görərsən, bir möminin əlindən tutar, görərsən, bir məsciddə bir xeyir iş görər, görərsən, bir tələbəyə əl tutar, amma o tələbə ucalar, qalxar və s. Yəni, insanın gördüyü iş, müminin xüsusən əqidəsi, inancı sağlam olan müminin gördüyü iş ayə əsasən çox şaxəli olar və bərəkətli olar. Sonra buyurur ki, bu insan, xüsusiyyətli insanların dördüncü xüsusiyyəti budur ki, inanclı insanların dördüncü xüsusiyyəti budur ki, bunların səmərəsi davamlı olar. Bunlar bəhrə verərlər. Bunlar insanlara daim xeyir verərlər. Bunlar insanlara daim fayda verərlər. Keçən bəhslərimizdə də demişdik, mömin sözünün elə bir mənası budur ki, insanlar ondan xeyir görərlər, insanlar ondan ziyan görməzlər.